Bu ərazidə olan problemi çəkib işıqlandırmışdım, düzəldiblər, sağ olsunlar. Əvvəlki problemli vəziyyətində də video çəkmişdim də, o videonu da indi yerləşdirirəm bura. İndiki vəziyyəti də yerləşdirirəm. Hər iki vəziyyətinə baxarsınız, izləyicilərə təşəkkür edirəm. Sağ olun. Nişana bax. 3.24 nişanıdır. Maksimum sürətin məhdudlaşdırılması nişanıdır. Qanuna əsasən bu nişanda qüvvəsini itirir. Aran yazılan nişan var ha. Arasında iki nişanın arasında 3-4 metr məsafə var bax. Bu nişanı quraşdıranlar görəsən nə fikirləşir. Burada 44 metrdən sonra o nişanın təsir sahəsində oldu 60 sürət. Yevlaxda Aran qəsəbəsində belə bir vəziyyət var idi. Sürət 40 göstərirdi. Sonra burada Aran kəndinin, Aran qəsəbəsinin nişanı var idi bax. Kəsib götürüblər burada. İndi düzəldiblər. Əvvəl belə idi. 40 sürət göstərirdi burada. Orada yaşayış məntəqəsinin başlanğıcı idi. 3-4 metrdən sonra qüvvədən düşürdü. Oradan sonra artıq 60 olurdu. Amma indi qaydasındadır. O yaşayış məntəqəsinin girişini götürüb nişanı biraz arxadan qoyublar. Və belə qaydasındadır. Təşəkkür edirik düzəlişə görə.